Salam, hər vaxtınız xeyir olsun. Paraphrasing yaxud da restatement da deyə bilərik buna. Bu mövzuyla əlaqəli testlərin izahına baxacağıq. Bilirsiniz ki, bunların özünün xüsusi qaydaları çox azdır. Ən əsası oxuyub anlamaya önəm verilir və eləcə də bəzi qrammatik qaydalar bizim köməyimizə çatacaq. Testlərdə görəcəksiniz. Birinci testin şərtini oxuyuram, amma bu şərt bütün cümlələrə aiddir, bütün testlərə aiddir buradakı. Choose a restatement that is the closest in meaning to the original sentence. Əsl cümləyə ən yaxın mənada olan restatement'ı seçin. More than one choice may be factually correct, but you should choose the one that is the closest restatement of the first sentence. Deyir ki, birdən çox variant faktiki olaraq doğru ola bilər. Amma siz ən doğru mənanı, ən yaxın mənanı seçirsiniz. First sentence, yəni verilən cümlənin ən yaxın məntiqi məna, yəni üst-üstə düşməlidir. Bilirsiniz ki, paraphrase və restatement eyni mənanı verir. Yenidən ifadə etmək deməkdir. Verilən orijinalda belə deyək, əsl məna yerində qalmalıdır. Cümlənin forması dəyişəcək, məna amma dəyişməyəcək. Okay, birinci cümləmizə baxaq. No one but you can take my heart. Belə bir cümlə verilib bizə. Heç kim, yalnızca sən mənim könlümü ala bilərsən. Yəni səndən başqa heç kim mənim könlümü ala bilməz. İki cür deyə bilərik. İlk öncə onu qeyd edeyim ki, burada but bağlayıcı deyil. But burada söz önüdür. Bilirsiniz ki, but'ın söz önü funksiyası var. Ədat kimi istifadə olunubdur. Yəni bağlayıcılar iki cümləni bağlayar. Desəz ki, you can take my heart cümlədir. Xeyr, burada bütöv cümləni aid eləmirik. But you'dur. No one but you. Sanki bir pauza veririk. Heç kim, səndən başqa heç kim, səndən savayı heç kim mənim könlümü ala bilməz deməkdir. Yəni burada bata bilək ki, ədat kimi istifadə olunubdur. İndi bir variantlara baxaq. Görək bizə ən yaxın olanı hansıdır. Məsələn, A variantı. Anyone except you can take my heart. İndi burada bir qaydamız var bizim. Anyone, any və any'nin törəmələri ilə bağlı. Bilirsiniz ki, any və any'nin törəmələri inkar cümlədə heç kim, heç mənasını verir. Və demişdik ki, inkar cümlənin mübtədası ola bilməz. Amma təsdiq cümlədə mübtəda kimi gələ bilər. İstənilən bir mənasında. Yəni burada anyone heç kim yox, istənilən bir mənasını verir. Anyone except you can take my heart. Except you, səndən başqa istənilən bir kəs mənim könlümü alar. Eyni mənanı verir? Xeyr. Demək ki, A-nı çıxırıq. Çünki biz demişdik ki, yalnız sən mənim könlümü ala bilərsən. B-də no one including you can take my heart. Including you, sən də daxil olmaqla heç kim mənim könlümü ala bilməz. Bu da verilən cümləyə yaxın məna deyil. Əksinə, tam əks bir mənadır. Anyone can take my heart, but you cannot. Yenə də anyone burada təsdiq cümlənin mübtədasıdır. İstənilən bir mənasını verir. İstənilən bir kəs mənim könlümü ala bilər. Amma sən ala bilməzsən. Bu da tamamilə əks mənadır. Only you can take my heart. Bax, bu elə eynən bizə verilən cümlənin parafrez olunmuş versiyasıdır. Yalnızca sən mənim könlümü ala bilərsən. Yalnızca sən mənim könlümü ala bilərsən, səndən başqa heç kim mənim könlümü ala bilməz anlamına gəlirmi? Bəli, elə birinci dəfə tərcümə eləyəndə bu D variantındakı kimi tərcümə etmişdik cümləmizi. Demək ki, D variantı doğru cavabımızdır. E-də isə only you cannot take my heart. Yalnız sən könlümü ala bilməzsən deyir. Bu da verilən cümləyə əks mənadır. Demək ki, doğru variantımız oldu D. İkinci testə baxaq. İkinci cümləyə baxaq. He was only able to catch the bus by running for it. O avtobusa yalnız qaçaraq çata bildi. Cümləmiz keçmiş zamanda da fikir veririk. To be able to'nun, yəni bu can'in ekvivalenti də bilirsiniz. Keçmiş zaman versiyasıdır. Şəraitə uyğun olaraq nəyisə bacarırdıqsa demişdik ki, to be able to'dan istifadə edəcəyik. Yəni yalnız qaçaraq o avtobusu tuta bildi. Avtobusa çata bildi mənasında bir cümlədir. Baxaq variantlara. If he hadn't run for the bus, he couldn't have possibly caught it. Okay. Bizim üçüncü növ şərt budaq cümləmiz var idi, xatırlayırsınızsa əgər. Üçüncü növ şərt budaq cümlələri ifli tərəf keçmiş bitmiş, digər tərəf isə could have done, would have done şəklində verilirdi. Amma keçmiş bitmişdə olsa belə, keçmişə aid bir cümləni
ifadə edirdi və xüsusilə də keçmiş peşmançılıqları ifadə edən cümlələrdir, bilirsiniz. Deyir ki, əgər o avtobus üçün qaçmasaydı, onu tuta bilməzdi. Çox güman ki, onu tuta bilməyəcəkdi. Həmin mənanı verirmi? Yəni, yalnız qaçaraq tutdu. Yəni, siz baxmayın ki, cümləmiz keçmiş zamandadır, amma A variantı keçmiş bitmişdə verilib. Keçmiş bitmişdə verilən conditional elə özü keçmişə aid bir şeydir. Yəni o avtobusun dalınca qaçmasaydı, onu tuta bilməyəcəkdi. Yəni ki, o avtobusu yalnız qaçaraq tutdu mənasındadır. Eynən A variantı verilən cümlənin mənasındadır. Amma baxaq digər variantlar nə deyir bizə? He would have caught the bus if he had run for it. Bayaq dedim ki, üçüncü növ şərt budaq cümlələri keçmiş peşmançılıqlarımızı bildirir. B variantında deyir ki, əgər o avtobusun dalınca qaçsaydı, onu tuta bilərdi. Bu qaçıb da, tutub da. Burada peşman olmaq üçün heç bir şey yoxdur. Yəni kaş qaçaydı, tutaydı. Belə bir yəni bizə cümlə verilməyib. Biz bilirik ki, bu adam qaçdı və avtobusu tutdu. Demək ki, B variantı yanlışdır. Bizə peşman olacaq bir durum verilməyib. Yəni verilən cümlədə first sentence deyirik də buna. B variantı gedir. He would have caught the bus even if he hadn't run for it. O deyir, avtobusun dalınca qaçsa da onu tuta bilmədi. Qaçsa da tuta bilmədi. Demək ki, bu da yanlışdır. Tutub da əslində avtobusu. He needn't have run at all to catch the bus. Avtobusu deyir, tutmaq üçün qaçmağa ehtiyacı yox idi. Xeyr, qaçmağa ehtiyac olubdur ki, bu adam qaçıb və onu tutub da, yəni dayanan avtobusun dalınca qaçmazlar ki. Demək ki, avtobus gedirmiş, bu da qaçaraq by running for it. Qaçaraq tutubdu. Yenə də D variantı mənaya uyğun gəlmir. No one else had to run to catch the bus. Heç kim avtobusu tutmaq üçün qaçmalı değildi. Burada da bizim heç kimlə işimiz yoxdur. Yalnız he-dən danışırıq. Ona görə də E variantı da çıxılır. Doğru cavabımız qalır A variantı. Gəlirik üçüncü testə. I find it impossible not to feel sorry for her. Find bilirsiniz ki, heç də bütün cümlələrdə tapmaq mənasında istifadə olunmur. Find'in bir də hesab etmək mənası var da, bilirsiniz bunu. Mən bunu mümkünsüz hesab edirəm. Nəyi? Onun üçün üzülməməyi. Not to feel üzülməmək deməkdir. Bilirsiniz ki, məsdərin inkarı var da. Məsdərin inkarı qabağında not şəklində olur. To feel hiss etmək, not to feel hiss etməmək. Onun üçün to feel sorry üzülmək deməkdir. Kimin üçünsə məyus olmaq, üzülmək deməkdir. Onun üçün üzülməməyi mümkün deyil. Yəni ki, qeyri-mümkündür. Onun üçün üzülməmək əlimdə deyil. Yəni mən onun üçün üzülürəm mənasını kəsb edir. Yəni I find it impossible yaxud da it is impossible deməkdir də bu elə. Not to feel sorry for her. Onun üçün üzülməmək qeyri-mümkündür. Yəni mən onun üçün üzülürəm. Birinci verilən cümlənin tam mənasını başa düşməliyik və xüsusilə də belə əks mənalı sifətlərlə not filan verilibsə diqqətli olun, tam cümlənin mənasını başa düşün, sonra variantları oxuyun. Demək ki, onun üçün üzülməmək əlimdə deyil. Baxaq görək hansı variant uyğun gəlir. A variantı deyir ki, feeling sorry for her is another possibility for me. Onun üçün üzülmək mənim üçün başqa bir mümkünlükdür, başqa bir ehtimaldır. Bu mənadan uzaqlaşan bir şeydir. Biz belə bir mümkündür, daha doğrusu ehtimaldır, mümkünlükdür deyə bir şey oxumamışıq. Yəni belə deyim də, onun üçün üzülmək mənim üçün başqa bir ehtimaldır. Mən cümlənin mənasına uyğun olan bir cümlə deyil, versiya deyil. Çıxırıq. B variantı. I wish I felt sorry for her. Kaş mən onun üçün üzülə biləm. I wish I felt, bilirsiniz ki, I wishlərdən sonra keçmiş zamanda bir feil gəlir. I wish I felt. Kaş onun üçün üzülə biləm. Onsuz da üzülür. Niyə görə belə verək ki, feilin arzu şəklində verməyimizə bir məntiq yoxdur. B variantını çıxırıq. C variantı. She makes it impossible for me to feel sorry for her. O özünü belə deyək də elə aparır ki, mən onun üçün üzülüm. Yəni o məni məcbur eləyir ki, mən onun üçün üzülüm. Biz verilən kontekstdə elə bir şey oxumamışıq. Bəlkə heç o istəmir ki, biz ona üzülək. Bəlkə heç o üzüləcək bir vəziyyətdə deyil. Yəni biz bunu deyə bilmərik. Sadəcə olaraq mən onun üçün üzülməməyim mümkün deyil deyə bir şey oxumuşuq. Yəni mən ona üzülürəm. Bəlkə heç o məni buna vadar eləmir, amma C variant deyir ki, o məni məhz buna vadar edir ki, mən ona üzüləm. C variantı da mənadan uzaqlaşır. D variantı. I can't help feeling
I cannot help feeling sorry for her. Bu bilirsiz hansı cümlədir? Gerund dərsində belə bir şey keçmişdik. Deyirdik ki, I can't help üstə gələk gerund gəlirik. Nəyisə etməyimi dayandıra bilmirəm. Əlimdə deyil. Məsələn, deyirdik ki, I can't feel laughing. Gülməyimi saxlaya bilmirəm, dayandıra bilmirəm. Burada da deyir ki, onun üçün üzülməyimi dayandıra bilmirəm. Yəni mən onun üçün üzülürəm deməkdir. Həqiqətən də verilən cümləyə ən yaxın məna bax bu D variantıdır. İndi eyni də oxuyacağam. Everyone else finds it possible to feel sorry her. Hər kəs ona üzülür deməkdir. Yəni bu hər kəs üçün mümkündür ki, ona üzülsün. Yenə deyirəm, bizim burada heç kimlə işimiz yoxdur. Özümüzdən danışıq, onun barəsində fikir bildiririk. Demək ki, nə oldu? D variantı doğru. İndi isə gəlirik dördüncü cümləmizə. Dördüncü cümləmizdə deyir ki, Mr. Michael is too careful a spy to fall into that trap. Bu tip cümlələrdə deməli diqqətli olursunuz. Belə cümlələr çıxacaq tez-tez qabağınıza. Bu strukturu əzbər yadımızda saxlayırıq ki, baxmayaraq ki, cümlədə inkarlıq yoxdur. Baxmayaraq ki, bir not görmürük, amma cümlənin mənasında inkarlıq var. Deyir ki, Mr. Michael, cənab Michael tələyə düşməyəcək qədər çox ehtiyatlıdır. Həddindən artıq ehtiyatlıdır ki, tələyə düşməsin. Yəni ki, bu adam tələyə düşməz. Struktura baxın. Too careful a spy. Birinci bunu deyim ki, so, to haqqında nə demişdik? Bunlar artikla işləmirlər. Yəni, to və so-dan sonra sifət üstə gələ isim strukturu yoxdur. Amma demişdik, bəzi hallarda bizim bu isimimiz sayılan tək isimdirsə və sifətdən artiklı ilə ayrılıbsa götürə bilərik. Düzgün şəkildə istifadə edə bilir. Yəni bu düzgündür. Too careful a spy, a very careful spy deməkdir də bilirsiniz. Yaxud da burada to'nun yerində so da ola bilərdi, how da ola bilərdi. Yəni bu strukturu yadımızda saxlamışıq sifət mövzusunda. Amma digər bir struktur da odur ki, baxın, too careful a spy, yəni to'dan sonra sifət, üstə gələk isim, üstə gələk məstər versiyasında fe'l gəlibdirsə, belə tərcümə olunur. Necədirsə filan şeyi etməz. Baxın, necədirsə filan şeyi edə bilməz, etməz kimi tərcümə olunur. Yəni orada tərcümədə inkarlıq var. Yəni cənab Michael o qədər ehtiyatlıdır ki, o tələyə düşməz. İndi biz variantları bir-bir analiz edib məhz bu mənaya yaxın cümləni seçməliyik. Məsələn, A variantında deyir ki, Mr. Michael is very careful. Cənab Michael çox ehtiyatlıdır. But he may still fall into the trap. Amma hələ də o tələyə düşə bilər. Bu mənaya uyğun gəldimi? Gəlmədi. A-nı çıxırıq. Mr. Michael is not so careless as to fall into that trap. Baxın, Mr. Michael elə ehtiyatsız deyil ki, o tələyə düşsün. Görürsünüzmü necə? Bax, cümləmizdə, verilən cümlədə əslində heç bir inkarlıq görməmişdik. Amma onu parafrez edən zaman inkar cümlədə mütləq istifadə eləməliyik. Çünki mənasında inkarlıq var. Deyir ki, Mr. Michael elə ehtiyatsız deyil ki, o tələyə düşsün. Yəni, bu özü Mr. Michael, cənab Michael elə ehtiyatsız deyil ki, tələyə düşsün. Yəni, Mr. Michael tələyə düşməyəcək qədər ehtiyatlıdır anlamına gəlirmi? Gəlir. Eynən parafrez budur. Parafrez o qədər maraqlı bir mövzudur ki, sadəcə olaraq biraz oxuyub anlama, söz bazası və bir də qayda istəyir. Qaydaları da yəni mükəmməl olmalıyıq ki, bax dediyim bu qaydanı məsələn yadımızda saxlasaq, növbəti dəfə siz bu tip testi rahat tapacaqsınız. B variantı eynən bizim istədiyimiz variantdır. Yəni, cənab Michael tələyə düşəcək qədər ehtiyatsız birisi deyil. C variantına baxaq. If Mr. Michael is not careful enough, he will fall into that trap. Əgər deyir Mr. Michael kifayət qədər ehtiyatlı olmasa, o tələyə düşəcək. Şərt budaq cümlələri bilirsiniz ki, bizim qabağımıza şərt qoyur. Yəni, bu adam kifayət qədər ehtiyatlı olsa düşməyəcək, olmasa düşəcək. Amma bizim şərtə ehtiyacımız yoxdur axı. Biz öncədən bu adam haqqında danışmışıq ki, bu insan çox ehtiyatlıdır. Şərt verilməyib bizə. Hansısa bir ehtimal yoxdur burada. Ona görə C variantını çıxırıq. Sonra D variantı. It is not possible for Michael, Mr. Michael, it is not possible. Who is a very careful spy? Yaxşı. Not to fall into traps. Not to fall. İndi deyir ki, cənab Michael üçün mümkünsüz deyil. Daha doğrusu mümkün deyil. Nə? Kimdir bu Mr. Michael? Yəni təyin-mütaq cümləsi şəklində veriblər də. Çox ehtiyatlı birisi olan Mr. Michael üçün
tələyə düşməmək mümkün deyil. Tələyə düşməmək mümkün deyil, yəni o mütləq ki, tələyə düşəcək deməkdir. Əgər burada notlardan hansısa biri olmasaydı, hə, biz məsələn verilən cümlənin parafrazini tapmış olardıq. Amma deyir mümkün deyil tələyə düşməmək. Bu da tələyə düşmək mümkündür deməkdirmi? Mümkün. O həmin mənanı verir də. Demək ki, D variantı da tamam əks mənadır. Even though Mr. Michael is not careless. Baxmayaraq ki, cənab Michael careless deyil, ehtiyatsız deyil. He may nonetheless fall in the trap. O hələ də, yəni mümkündür ki, tələyə düşsün. Onun tələyə düşmə ehtimalı var deməkdir. Bu da yenə də bizə verilən cümlənin əksidir. Doğru cavabımız oldu B variantı. Okey, indi isə keçirik 5-ci testimizə. 5-ci testdə deyir ki, we will have to wait on the boat until the captain comes back. Bu bildiyimiz bir until-lə bağlanan cümlədir. Till, until, after, before. Bilirsiniz ki, bunlar if, when, özləri olan cümlə, yəni özlərinin başında gəldiyi cümlə indiki sadə zamanda, digər cümlə isə gələcək zamanda olur. Şərt bildirir bu da. Yəni deyir, kapitan gəlməyənə qədər biz qayığı tərk etməli olmayacağıq. Will have to etməli olmayacağım deməkdir. Biz qayığı kapitan gəlməmiş tərk etməli olmayacağıq. Yəni kapitan gəlməmiş biz qayıqdan çıxmayacağıq da belə deyək. Yəni A variantında deyir ki, the captain will not come back before we leave the boat. Burada məna təmiz dəyişdi. Deyir ki, biz qayıqdan çıxmamışdan qabaq kapitan gəlməyəcək. Kapitan gəlməyəcək, biz qayıqdan çıxmasaq, çıxmayana qədər. Sanki kapitan da bizim qayıqdan çıxmağımızı gözləyir də. Biz qayıqdan çıxmasaq kapitan gəlməyəcək. Bu əks məna oldu. Ana çıxırıq. We cannot go on the shore before the captain comes back. Deyir ki, kapitan qayıqdan, daha doğrusu kapitan geri gəlməyənə qədər biz sahilə çıxa bilmərik. Elə bu həmin mənadır da. Baxın, will have to wait-i cannot go on the shore-la əvəz ediblər. On the boat. Qayıqda gözləyəcəyi kapitan gəlməyənə qədər, yaxud da kapitan gəlməsə biz sahilə çıxa bilmərik. Həmin mənadır. Bax, eyni həmin mənadır müəllimlər. We cannot go, elə we will. Elə bir ki, cümlədə bu until özü cümləyə inkarlıq qatmışdı. Həmin o notu burada cannot ilə əvəz elədi. Till until bir-birini əvəz eləyir. Amma desəz ki, fərqi nədir? Məsələn, 5-də, daha doğrusu cümlədə deyirik ki, kapitan gəlməyənə qədər qayıqdan çıxmayacağıq. Yəni, kapitan gələnə qədər gözləyəcəyik. Həm təsdiqdə verə bilərəm hər iki tərəfi, həm də iki tərəfi inkarda verə bilərəm. Amma bir şey də yadınızda saxlayın ki, bu until-dən sonra, unless-dən sonra inkar cümlə gələ bilməz ha. İnkar cümləni özündən qabaq, bax bu cümlədə burada verə bilərsiniz. Amma digər cümlədə özündən sonra gələn cümləyə inkarlıq verə bilmərsiniz. Bu ikinci qaydamızdır. Yəni ki, B variantı eyni həmin mənanı verir. Yəni kapitan gəlməyənə qədər biz qayıqdan çıxa bilmərik. B-də bir problem yoxdur. Görək bu C variantı nə deyir bizə? The boat is the safest place to wait for the captain to come back. Kapitanın gəlməyini gözləmək üçün ən təhlükəsiz yer qayıqdır. Burada təhlükə söhbəti oxumamışıq. Heç bəlkə təhlükə deyil, başqa bir şərt var. Yəni, məhz niyə görə təhlükəni bura oxumadığımız şeyi özümüzdə əlavə edə bilməliyik də qısacası. D variantında we have no idea whether the captain will come back or not. Bizim də heç bir fikrimiz yoxdur ki, görəsən kapitan gələcək yoxsa yox. Belə bir şey də oxumamışıq. E variantı isə deyir ki, we don't want. Baxın, buna fikir verin. We don't want to go on the shore before the captain comes back. Kapitan gəlməyənə qədər biz qayıqdan çıxmaq istəmirik. İstəmək söhbəti yoxdur. Burada məcburiyyət söhbəti var. Bəlkə biz çıxmaq istəyirik, amma çıxa bilmirik, məcburuq. Çünki will have to wait məcburiyyət deməkdir. Must'ın digər ekvivalenti have to-dur da bilirsiniz. Yəni gələcək zamanda must işlədə bilmirik. Will have to-dan istifadə edirik. Burada yəni seçim yoxdur, istək söhbəti yoxdur. Burada məcburiyyət söhbəti var. Qalır B variantı eynən həmin mənanı verən cümlədir. Okey, 6-ya baxaq. The maid used to clean the room once a week. Təmizlikçi qadın həftədə bir dəfə otağı təmizləyərdi. Used to ifadəmiz var. 7-ci sinifin dərsliyində belə bir qayda var. Used to, hansı ki keçmişdə ard-arda vərdiş halına aldığımız hərəkətlər var idi. Halbuki biz onları artıq etmirik, dayandırmışıq. We don't do them anymore. Yəni biz artıq onları etmirik.
Deməli, qadın həftədə bir dəfə otağı təmizləyərdi. Baxaq indi A variantı bizə nə deyir? Once the room was cleaned by the maid for a week. Once the room. Burada deyir once a week, həftədə bir dəfə. Burada isə once serum. Once serum deyil. Burada once tək verilib. Once the room was cleaned by the maid for a week. Hətta for a week. Fikir verin buna. Bax, çox diqqətli olun ha. Tələdir. Bax, bu cümlə başdan ayağa tələdir. Diqqətsiz oxuyub keçsəz elə biləsiniz ki, elə həmin cümlədir. Xeyr. Deyir bir dəfə otaq təmizləyici qadın tərəfindən bir həftə təmizləndi. For a week nə deməkdir? Bir həftə, düz bir həftə təmizləyici qadın günlərin bir günü, yəni bir dəfə once, o hansı ki cümlələrimiz başlayır, hekayələr filan. Once upon a time, günlərin bir günü, once bir dəfə başıma belə bir iş gəldi. Yəni bu həmin o once-dır. Bizə isə once a week lazım idi. Həftədə bir dəfə söhbət lazım idi. Qadın bir həftə boyunca otaq təmizləməyibdi. Həftədə bir dəfə də gəlib təmizləyib otağı. Demək ki, A variantı tələ cümlədir, amma biz tələyə düşmürük. Çünki once serum deyə bir şey yoxdur. Once serum, once a week demək deyil. Okay? Yəni günlərin bir günü bir dəfə qadın otağı bir həftə boyunca təmizlədi. Çıxırıq. The room was used to be cleaned once a week. Okay. Bu isə birbaşa qaydadır. Əgər siz bu qrammatik qaydanı yaxşı bilirsinizsə, bu tələyə düşməzsiniz. Bu hansı qaydadır? Deməli bizim dediyim bu used to ifadəmiz var. Used to. Hansı ki, yendirəm 7-ci sinifdə də var. Abituriyentlərinizə də keçirsiniz. Keçmiş zamanda istifadə etdiyimiz bir used to'dur. Bunun qabağında to be var, yoxdur. Biri də var to be used to doing something. To be used to. To be used to isə bir şeyə vərdişkar olmaq deməkdir. Bir şey etməyə öyrəncəli olmaq deməkdir. Onu keçmişdə də verə bilərsiniz. İndiki zamanda da verə bilərsiniz. Gələcəkdə də verə bilərsiniz. Məsələn, deyirəm ki, mən isti havaya vərdişkaram. I am used to hot weather. I am used to hot weather. To'dan sonra bir isim gəldi. Bir də var ki, mən məsələn erkən durmağa vərdişkaram, öyrəncəliyəm. I am used to getting up early. Used to'dan sonra gerund formasında verirsiniz də feilinizi. I am used to getting up early. Tez durmağa almışam, vərdişkaram. İndi burada da B variantında həmin ifadəni salıblar araya, sadəcə o məchul növdə veriblər. Çünki həmin ifadəni məchula da salmaq olur. İstəyirsiniz ona da bir nümunə deyim. Yəni bu qaydanı bir yerə yazın, qeyd eləyin, bəlkə də bilirsiniz yaxşı şəkildə. Məsələn deyirəm ki, məsələn I am used to be invited by everybody every week to birthday parties. Məsələn deyirəm də, məsələn mən hər həftə ad günlərinə dəvət edilməyə vərdiş almışam. Dəvət edilməyə. Yəni bir şey etməyə də vərdiş ala bilərəm. Edilməyə də. Yəni məlumda da verə bilərsiniz, məchulda da. İndi bu cümlədə də deyir ki, the room was used to be cleaned once a week. Bu otaq həftədə bir dəfə təmizlənməyə vərdişkar idi. Bir cansız bir şey vərdiş edə bilərmi nəyəsə? Yəni bu canlıya aid bir şeydir. Siz cansızlarla bu ifadəni verə bilmərsiniz. Demək ki, B variantını çıxırıq. Bax, bu birbaşa sizə qaydasını izah elədim. Düşsə, çıxsa qabağınıza diqqətli olun. C variantı deyir ki, the room never got dirty because it was cleaned once a week. Həftədə bir dəfə təmizləndiyinə görə otaq heç vaxt çirklənməzdi. Belə bir şey oxumadıq axı. Bəlkə heç bir həftə bəs eləmir, otaq təmizlənir, çirklənir yenə də bir həftənin içində bilmirik axı. C variantını çıxdıq. The maid refused to clean the room twice a week. Aha, qadın deyir həftədə 2 dəfə otağı təmizləməkdən imtina etdi. Bəlkə bu yazıq elə özü istəyirmiş, amma bundan belə tələb olunub. Yəni bundan nə tələb olunubsa onu edibdir. Yəni belə bir məlumat qısacası oxumamışıq. The room used to be cleaned once a week. Birbaşa baxın bizim dediyimiz cümlədir. Parafrez ilə bağlı qaydalarımızın içində belə bir şey var idi ki, məlum cümləni məchul formada, məchul cümləni də məlum formada restate edə bilərsiniz. Bu həmin qaydadır. Cümləmiz verilibdir məlum növdə, siz keçirdirsiniz məchul növə. To be, used to-nun da məchul forması used to be done'dır. Used to do something, used to be done'dır. Used to be done. Sadəcə diqqətli olun ki, bu tamamlıq zerum gəlsin, mübtəda yerində otursun. Otaq həftədə bir dəfə təmizlənərdi. Yəni burada by the maid deyilə də bilər, deyilməyə də bilər. Bilirsiniz, bu məchul növün qaydasıdır ki, yəni mübtəda xatırlana da bilər, xatırlanmaya da bilər. Əsas odur ki, strukturumuz düzdür, mənada doğrudur. E variantı oldu doğru. İndi keçirik 7-ci testimizə. Deməli, 7-də deyir ki, Meltem expects me to invite along her father too.
Meltem məndən gözləyir ki, onunla bərabər atasını da dəvət eləyim. Onunla bərabər atasını da, yəni bizlə gəlməkdir də, yəni bizlə bərabər gəlməyə dəvət eləyim. Yəni along birisi nədir? Onunla bərabər. Aydın oldu. Along her father. Atası ilə bərabər, yəni gəlməyini məndən gözləyir. Bir variantlara baxacağıq. Yəni burada expects me məndən gözləyir ki, dəvət edeyim atasını onunla bərabər. A variantında deyir ki, Meltem's father expects to invite us. Eee, to invite kimi idi? Atasını. Baxın, üzr istəyirəm. Bu hara getdi? Bunu çıxaq, bunlar haradan gəldilər? Mhm. Deməli, Meltem. Meltemin atası, birincisi heç bu cümləni oxumuram axıra qədər. Meltemin atası gözləyir məndən, yaxud da bizdən. Gözləyən baxın görün kimdir? Meltemin özüdür. Belə şeylərdə deməli diqqətli olacağıq ki, işi görən kimdir? İşin icraçısı Meltemdir. Meltemin atası deyil. Demək ki, A getdi. B variantında deyir ki, yenə də burada məchulluq var. Meltemin atası bizimlə bərabər dəvət olunmağı gözləyir. Baxın, B variantı eyni mənadır. Niyə görə? Expects me to invite, yəni kimi? Məltəmi. But her not sorry. B variantı uyğun gəlməyəcək. Niyə görə? Yenə də deyir ki, Məltəmin atası to invite me. Baxın, burada açar söz budur müəllimlər. Burada diqqətli oluruq. Biz kimi dəvət edirdik? Məltəmin atasını. Amma B variantında görün kimi dəvət edirlər? Məni. Deyir, Məltəmin atası gözlənilir ki, mən də dəvət eləsin. Xeyr, bax B variantına diqqətli oluruq. Burada invite me-ni, invite her-ı, her fazəni invite me-ilə əvəz edə bilmərik. Deməli, B də getdi. A getdi, B getdi. Səhvləri göstərirəm sizə. C variantında I am expected to invite not only Meltem but her father as well as to come with us. Bax, bu cümlə uyğun gəlir əslində. Niyə görə? Deyir ki, Meltem expects me. Bax, bu expects me-ni I am expected ifadə eləyəcək. Məlum, məchulla ifadə etmə ixtiyarımız var da. Yəni, məndən gözləyir, mən gözlənilirəm deməkdir. I am expected, nəyim gözlənilir? To invite not only Meltem, nəinki Meltemin özünü, atasını da bizlə gəlməyi, yəni bizlə yanaşı gəlməyi mən tərəfindən, yəni gəlməyə dəvət olunmağı mən tərəfindən gözlənilir. Baxın, eyni mənadır. Elə digər cümləni də oxuyacağım, yenə də baxacaqsınız. Meltem's father expects. Yenə də burada deyir ki, Meltemin atası gözləyir. İşi görən Meltemin atası yox, Meltem özüdür, deyin də çıxırıq. E variantında deyir ki, Meltem agrees with me. Meltem mənlə razılaşır ki, onun atası bizlə bərabər gəlməyə dəvət edilməlidir. Burada razılaşma söhbəti yoxdur, yalnız gözləmək söhbəti var. Yalnızca deməli burada uyğun gəldi C variantı. Along var ha burada özü ilə yanaşı, özü ilə bərabər. Elə not only but also-ya parafrez edilmiş bir versiyadır. Bir-bir yəni verilən cümlənin variantlarda sinonim tərəflərini tapmalıyıq da. Yenə deyirəm, expect məlum xəbərdirsə, to be expected də məchullə parafrez edilmiş versiyadır. Keçirik 8-ci testə. Deməli, 7-də C variantı oldu, doğru. Aha. Bizdə də deyir ki, this time he didn't fail to respond the way we wanted him to. He didn't fail, o uğursuz olmadı. Yəni uğursuz olmadı nədə? To respond, cavab verməkdə uğursuz olmadı. Hansı yolla? The way we wanted him to. Bizim istədiyimiz şəkildə. O bu dəfə bizim istədiyimiz şəkildə cavab verməkdə uğursuz olmadı. Yəni ki, bizim istədiyimiz kimi cavab verdi deməkdir. Baxaq indi aya. This time he responded in that way. O bu dəfə həmin yolla cavab verdi. Həminki yolla cavab verdi. Burada bir səhv yoxdur. Hələ ki bunu saxlayırıq. Görək. Yəni burada that way həmin yolla, yəni bizim istədiyimiz yolla, bizim istədiyimiz kimi, onun cavab verməyini istədiyimiz kimi deməkdir. Həmin sözü parafrez edib. A-nı saxlayırıq. Görə B nə deyir? This time he didn't respond in that way. Didn't respond cavab vermədi. Amma bu adam cavab veribdi. He failed to respond. He failed to respond. He didn't fail to respond. Bu da C variantı da verilən cümlənin inkarıdır. D-də this time we didn't want
Him to respond. Bu dəfə deyir biz istəmədik ki, o cavab versin bizə həmin yolla. Bizim istənməməyimiz deyə bir şey yoxdur. Bu artıq verilən cümlədən tamamilə uzaqlaşır. Biz istəmədik ki, o cavab versin həmin yolla. Deyin də çıxırıq. E variantında this time we wanted him, yenə də not to respond. Denən eyni şeydir. Biz istəmədik o cavab versin, yaxud da biz istədik ki, o cavab verməsin. Eyni mənaya demək deyilmi? Həmin şeydir. Denən Y eyni şeydir. O çıxırıq. B ilə C də mənadan uzaqlaşdı, qaldı elə həmin variant dediyim kimi. A variantı doğrudur. Həmin yol, yəni bizim istədiyimiz yolla cavab verdi deməkdir. Gəlirik 9-cu testə. 9-cu testdə də deyir ki, I could barely make out what he was trying to say. O, onun nə demək istədiyini çox çətinliklə başa düşə bildim. Barely nədir? Yəni, başa düşdüm, amma tam başa düşmədim. Yaxud da çox çətinliklə anladım. Çox çətinliklə anladım. Bu barely içində çox çətinliklə sözü var. Make out da anlamaq, yəni çıxarmaq. Çox çətinliklə çıxardım ki, o mənə nə demək çalışır. Okey, baxaq. A variantda deyir ki, I could very well understand what he was trying to say. Very well elə barely-nin antonimidir. Niyə görə antonimini verə? Biz sinonimin tapırıq axı. Barely əksi olacaq antonimi very well. Barely çox çətinliklə, very well isə çox yaxşı deməkdir. Mən çox yaxşı başa düşdüm ki, o mənə nə demək istəyir. A variantı uyğun gəlmir, anı çıxırıq. Yəni bu very well burada mənanı dəyişdi. I could never understand what he was trying to say. Mən heç vaxt başa düşmürəm ki, o mənə nə deyir. Heç vaxt başa düşmürəm. Burada isə deyir ki, başa düşmürdüm, hətta keçmişdədir. Burada isə yenə deyirəm, barely nə verir? Başa düşə bildim. Az da olsa başa düşə bildim. Çətinliklə də olsa başa düşə bildim. Beyin də çıxırıq. He had great difficulty in making himself understood. Baxın, burada təmiz başqa məna daha. Deyir ki, o özünü mənə çox çətinlik çəkərək anlatdı, başa saldı. Bəlkə o çətinlik çəkməyib özünü ifadə etməkdə, sadəcə o mən çətinlik çəkmişəm başa düşməkdə. Yəni burada çətinlik kimə düşüb? Mənə düşüb. Ona heç bir çətinlik düşmüyor. Bax onu deyim sizə. C variantı çıxırsınız. I managed to understand what he was trying to say only with a great deal of difficulty. Baxın, elə barely sözünün içində difficulty demişdim var. Həmin bu mənadır. Mən onu başa düşməyi bacardım. Managed to, bacardım. Amma çox böyük bir çətinlik çəkərək D variantı uyğun gəlir. E'də də deyir ki, I couldn't understand at all what. Mən ümumiyyətlə deyir, tamamilə başa düşmədim ki, o nə deyir. Tamamilə başa düşmədim olsaydı, burada da I couldn't understand deyərdi qısacası. Yaxud I couldn't make out deyərdi də, yəni qısa söhbət qutarardı orada. Amma burada barely söhbəti var ki, çət başa düşmüşəm, amma böyük bir effort sərf edərək. Yenə də çıxdıq, doğru cavab deyil. 10-cu testə baxaq, sonuncu testimizdir. The man left the room angrily. Kişi otağı əsəbi şəkildə tərk etdi. You talked to that man's wife yesterday. Sən dünən həmin kişinin həyat yoldaşı ilə danışdın. 2 dənə fərqli cümlə verilib. Baxaq görək nə demək istəyir bizə, nə cür parafraze edəcəklər. The man left the room angrily because, burada bir because'umuz var. You had to talk to his wife the day before. Bir gün qabaq onun həyat yoldaşı ilə danışdığına görə kişi otağı əsəbi şəkildə tərk elədi. Burada bir səbəb-nəticə əlaqəsi yaradıblar. Yəni, belə oxşar mənadır. Amma tam bu məna deyil. Çünki biz verilən cümlədə səbəb əlaqəsi görmədik. Səbəb verilməyib. Başqa, yəni 2 dənə fərqli müstəqil cümlə verilib, müstəqil fikir ifadə edir. Bilmirik axı onların arasında səbəb əlaqəsi var, yoxsa yox. Ona görə A-nı götürə bilmirik. Oxşuyur, amma tam da o deyil. Çünki bizə birinci şərtdə nə demişdi, yaxın mənalar görəcəksiniz. Amma closest meaning, ən yaxın mənanı seçməlisiniz. You went into a room. Baxın, burada deyir you went into a room. Sən otağa girdin, qadınla danışdın. O qadın hansı ki həyat yoldaşı otağı əsəbi şəkildə tərk elədi. Burada sən otağa girməyindən filan söhbət getməyibdi. Tamamilə fərqli bir cümlədir. Beyni çıxırıq. The man's wife whom you talked to yesterday left the room angrily. Bax, bu cümləni yaxşı tapmaq üçün, başa düşmək üçün belə edirsiniz. Baş cümlənin gəlin tapaq. The man's wife, kişinin arvadı, həyat yoldaşı, otağı tərk elədi. Amma görün, otağı tərk edən kişi kim idi? Kişinin özü idi. Deməli, C də yanlışdır. The man whose wife you talked to yesterday left the room angrily. Yenə baş cümləni tapaq. The man left the room angrily. Kişi otağı əsəbi şəkildə tərk elədi. Hansı kişi?
Dünən arvadı ilə, həyat yoldaşı ilə danışdığın kişi. Və burada heç bir səbəb əlaqəsi yaratmayıblar. Amma iki cümləni birləşdirib təyin-müdaq cümləsi yaradıblar. Yəni iki müstəqil cümləni birləşdirib bir mürəkkəb cümlə yaradıblar, təyin-müdaq cümləsi yaradıblar. Whose da bizim nisbi əvəzliyimizdə iki ismi bağlayıbdır. D variantı düppədüz eyni mənadır. Nə demək istəyirsə D variantında var. E variantında görə nə deyir? Yesterday you talked to the man's wife who left the room angrily today. Birinci burada today deyir. Bizdə yesterday var, söhbəti var idi. İkincisi də ki, yenə də the man's wife kişinin arvadı otağı deyir, tərk elədi. Yəni təyin-müdaq cümlələrində baxın görün ki, söhbət kimdən gedir də deyir kişinin həyat yoldaşı otağı tərk elədi. Xeyr, otağı yenə deyirəm, tərk eləyən qadın yox, kişinin özü idi. Demək ki, burada da D variantı doğru cavabımız oldu. Bu qədər. Sonuncu testimiz elə 10-cu test idi.